Dedi mən Avropaya 500 manata gələrəm. Bir anlıq mənə də maraqlı gəldi ki, bəs bu yaxınlarda sosial şəbəkələrin birindən bir qardaş yazdı mənə Avropaya gəlməklə bağlı müəyyən sualları var idi. Suallarını cavablandırdım və mənə soruşdu ki, Avropaya gəlməyə nə qədər təxminən pul lazımdır? Mən də hal-hazırda gəlmək istəyirsənsə, rahat şəkildə cibində 4-5 min manat pulun olmalıdır deyə bildirdim. 4-5 mini eşidən kimi qardaş dedi ki, o qədər pula mən biznes quraram, nə edərəm, nə bilim, nə. Dedi mən Avropaya 500 manata gələrəm. Bir anlıq mənə də maraqlı gəldi ki, bəs 500 manatla adam Avropaya gəlməyin yolunu bilirsə, istədim soruşum, bu məlumatı da mən sizlərlə paylaşım. Yəni Avropaya gəlmək istəyən bir çox Azərbaycanlı var ki, bu məlumatdan onlar da yararlansın. Sonra bir anlıq yadıma düşdü ki, sən indiki vəziyyətdə Bakıdan Azərbaycanın hansısa bir rayonuna istirahət üçün gedərsənsə, cibində minimum bir 400-500 manat pulun olmalıdır ki, həmin rayona gedib rahat şəkildə çata biləsən. Bu da çox vaxtı bu da mümkün deyil bəzi hallarda. Qardaş elə yerindəcə dedim, buyur, gəlirsənsə, xoş gəlirsən, yolun açıq olsun. 500 manatla sən Azərbaycanın indiki dövründə Bakıdan hansısa bir rayonuna gedib çata bilmərsən. Qaldı ki, Avropaya 500 manatla gələsən.